Allah bəzən insana xeyir qazanmaq üçün qapılar açır. Və həmin şey qazanmaq ancaq ona bağlıdır. Başqa yerdən onu tapa bilməzsən. Və sən də onun oluşundan yetəri şəkildə istifadə edə bilmirsən. Edə bilməməyin dində müsibətə düçar olmağından iləri gəlir. Birincisi, bir kişi öz valideyninin yanında yaşaması. İbadətdir. Valideynə hörmət eləmək, valideynin xidmətində durmaq, onların qədrini bilmək, qiymətini bilmək, üzərində olan haqqı Allah və Rasulü bəyan edən kimi əda etmək bir insanın xeyrə muvaffaq olmasıdır. Bundan məhrum olmaq bir insan dində müsibətə düçar olmasıdır. İkincisi, Peyğəmbər sallallahu aleyhi ve selləmi salavat gətirməklə bir insan cənnəti qazana bilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin ən əfzəliniz mənə ən çox salavat gətirəninizdir. Və həmçinin əziz qardaşlarım, zamanla ilgili Ramazan ayı. Ramazan ayı gəldikdə əgər müsəlman o Ramazan ayını bir nəfs tərbiyəsi üçün, bir ibadət üçün bundan istifadə etməzsə, o insan başqa vaxtlar ondan istifadə edə bilməz. İnsan əgər qeybət edən insandırsa, fürsət var tərk eləsin. Haram yeyən insandırsa, fürsət var tərk eləsin. Şübhə və şəhvət içində boğulan insanlar varsa, fürsət var tərk. İbadətdə səhlənkar olan varsa, yəni fürsət var ki, həmin ibadətə həris olsun. Quran oxumağa zəifdirsə, fürsət var ki, Quran oxumağı öyrənsin. Çünki bir tərəfdən də şeytanlar bağlı olur. Bir tərəfdən də şeytanlar bağlı olur və bu fürsət səndə daha çox olur. Peyğəmbər sallallahu aleyhi ve sellem, əziz qardaşlar, Əbu Hureyranın rivayət etdiyi hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vay olsun və yaxud pis onun halına və yaxud onun burnu yerə girsin. Belə bir qarğış, pisləmək kəlməsi var ərəb dilində. Deyir, o kəsə ki, mən onun yanında xatırlanıram, mənə salavat gətirmir. Və o adam Ramazan ayına gəlib çatır və o adam Ramazan ayından bağışlanması üçün istifadə etmir. Yəni Ramazan ayı girir, sən hələ də günahlarınla boğulub ölürsən. Günahların bağışlanması üçün istifadə etmirsən. Və vay adam o adamın halına ki, o adamın burnu yerə girsin, valideynləri onun yanında olur və onlara xidmətlə cənnəti qazana bilmir. Bu hadisi İmam Tirmizi rivayət edib. Hədis səhih hədisdir, əziz qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.